ev köçür. 4 dənə, 5 dənə uşaq evi dağıdır, siz də bu tərəfdən evi yığmağa çalışırsınız. Yoldaşınız o tərəfdən gəlir, qaynana o tərəfdən, qaynata o tərəfdən, o ora tulluyur onu, bu bura tulluyur, o yiyir boş qabı, ora tulluyur. Belə bir dənə ortam təsəvvürünüzə gətirin və siz nə edirsiniz? Siz o ortamda yığışdırmağa çalışırsınız. Bu tərəfdən dağıdırlar, bu tərəfdən yığışdırmağa çalışırsınız, amma hər şey yenə də tör-töküntüdür. Siz nə edirsiniz? Hamını evdən çıxardırsınız, hamını evdən qovalayırsınız. Uşaqları məktəbə, yoldaşınızı bəlkə işə, qaynana-qaynatanı bilmirəm nə etmək lazımdır, amma yenə də onlara da bir məşğuliyyət tapırsınız ki, evdən çıxsınlar. Ev olur bombalanboş, qəşəng, sakitçilik. Bax, sakitçilikdə nə edirsiniz? Rahat şəkildə evi yığışdırırsınız, paduşkaları orada çırpırsınız, burada, yəni rahat olursunuz da. Və yaxşı ildə bir dəfə də bir orqanizmə bu rahatçılığı yaşatmayasanmı ki, rahat şəkildə, beyni dinc şəkildə otursun, yığışdırsın.